Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 29 sentyabr 2025-ci il. Yenə də arı ölümləri, arıxanaların çökməsi, yenə eyni mövzu, eyni problemlər. Qardaş, arıların iki düşmanı var. Biri varroadır, ikincisi də arıçı özüdür. Arılar nədən ölür? Arılar bir dəfəlik niyə azalır? Arılar pətəyi tərk edir. Eyni mövzulardır dostlar. Bütün bunların başında mən deyirəm 100% varroa durur. Deməli dostlar, arı infeksiyon xəstəlikləri çoxdur. Bütün bunları yayan varroadır dostlar. Varroadan başqa arı üçün təhlükəli bir xəstəlik yoxdur. Virus nədir? Varroa hər hansı bir virusa yoluxmuş ailədən əgər bu ailəyə köçübsə, demək burada bu ailələri də həmin virusa yoluxduracaq. Vaxtında düzgün müalicə olunmasa, təbii ki, o ailə çökəcək dostlar. Çünki həmi varroaya qarşı bildiyimiz kimi illər ərzində eyni dərmanlardır. Yəni amitraz tərkibli, fulvalinat tərkibli, flumitrin tərkibli zəhərlərdir dostlar, kimyəvi zəhərlər. Bunlar da illərlə tətbiq edildikcə varroa da öyrəşir, varroa da sırtıqlaşır və bunun öhdəsindən çox çətin gəlmək olur. Arıçı vaxtında düzgün müalicə aparmayanda varroa da öz işini görür dostlar. Çünki elə arıçılar var ki, dərmanlara çox allanırlar. Dərman verdim, 5 dəfə verdim, 10 dəfə verdim, varroa yoxdur, amma ailə çökür. Belə bir şey ola bilməz, mümkün deyil dostlar. Ya verdiyiniz dərmanların təsiri yoxdur, ya verdiyiniz dərmanları vaxtında, intervalla etmirsiniz. Ona görə də bu hallar müşahidə olunur. Bildiyimiz kimi varroa arının homolimfası ilə qidalanır. Sürfə dövründə sürfənin içinə daxil olur və orada balalayır. Bunu da hər kəs bilir. Baxın, əgər bu varroa o sürfənin qanını, homolimfasını zədələyir, ona infeksiyanı keçirirsə, demək o sürfələrdən arılar çıxan kimi bir qismi dərhal tələf olur, bir qismi müəyyən qədər yaşaya bilir və bu yaşayan, yəni qısa müddətdə yaşaya biləcək o arılar ki var, bunlar pətək daxili işləri görəcək. Özündən sonra mütləq sürfə bəsləyəcək. Baxın, o virusa yoluxmuş arı özündən sonra sürfəni südlə yemləməlidir, bəsləməlidir. Baxın, avtomatik o infeksiyanı sürfə ikən o arıya keçirir. Vəssalam, bitdi. O arı öyləsi artıq çökür, azalır. Yəni bunun başqa yolu yoxdur dostlar. Nə üçün deyirəm bu varroadır? Baxın, hansı ailələri ki may ayında, iyun ayında izolyasiya etmişik, yəni ana arılar ki izolyatorda olub, həmin ailələr heç zaman ölməz. İndi bir şey də deyirəm. Deyəcəklər ki, bəzi arıçılar var ki, izolyasiya edirlər. Demək, normal, düzgün qaydada izolyasiya olunmuyor. Yəni, ana arıları ki, izolyatora salmaq, o demək deyil ki, hər zaman ana arını götürüb salırsınız izolyatora, bitdi. Gənə ilə mübarizə apararsınız. Bu doğru deyil, dostlar. Ana arının izolyasiya olunma vaxtı var. Birinci vaxt odur ki, may ayının 10-undan ta iyun ayının 5-inə qədər bu dövrdə
ana arıları izolyatora salsanız 25 gün, 22 gün ərzində baxın o arı ailələrində heç zaman ölüm ola bilməz. Çünki siz gənəni sıfırlayacaqsınız, ana arı başlayacaq yenidən orada 5-6 çərçivəyə yumurta atmağa, sağlam arılar çıxacaq. Baxın, sentyabra qədər də o ailə azalma təhlükəsi olmaz. Həm də ki, hansı ailələrdə ən azı 9, 10, 11 sülfəli çərçivə olmalıdır ki, siz ana arını izolyasiya edəndən sonra o ailə nüfuzunu itirməsin, o ailədə azalma baş verməsin və hər bir şey normal qaydasında olsun. Çünki vaxtı tamamlanmış arılar öldükcə bu 10-11 sülfəli çərçivədən çıxmış arılar bunların yerini tamamlayır və onlarda ölmə, azalma olmaz. Mümkün deyil bu dostlar. Əgər vaxtında düzgün qaydada izolyasiya olunsa. Bu bir, dostlar, bu birinci mərhələni sizə çatdırdım. Nə üçün arıçı, günahkar arıçı sayılır? Mən dəhşətə gəlirəm. Bu dəqiqə bu TikTok platforması üstündə nələr baş verir? Hər cür insan var, hər cür adam var, hər cür paylaşımlar var. Kimin ağlına nə gəlir orada danışır, orada deyir, orada çəkir. Hərə bir telefondur, 5 gündür arıçılığa başlayıb, çəkiliş edir. Baxın, mən bu dərmanı qoydum, paylaşır. Bəli, hamı gedir, başlayırlar o dərmandan istifadə eləmək, qardaş. İkincisi, yemləmədir. Arını şərbətlə nə qədər yemləsəz çox, bir o qədər də arı ailələri sönəcək. Arıya əlavə müdaxilələr olanda, dostlar, arı çökəcək. Çünki mən bir neçə gün bundan əvvəl eşidirəm ki, bir arıçı deyir ki, qardaş, mən avqust ayında 10 litr, 15 litr şərbəti bir dəfəlik tökürəm arı üçün, vəssalam. Ay qardaş, nə üçün? Səbəb nədir? Nəyə görə? Nə üçün o qədər şərbəti arıya vermək lazımdır? Nəyə görə? Ben bilmirəm neçə ton sən pesok şəkər alırsan ki, hər arıya bir 15 litr şərbət verirsən. Bu məntiqə sığmaz bir şey. Ay qardaş. Sonra deyirlər arılar ölür. Ki, baxın, arının, mən Varuanı sübut edirəm sizə ki, arı ailəsi Varuadan çökür. Heç bir şey arı üçün qorxulu deyil, qardaş. Bilmək istəyirsiniz, gedək sizə. Sentyabrın indi 29-udur. Kiçik bir ovuc arı ailəsini indi sizə göstərirəm. Nukleosda nə üçün ailə çökmür? Ona görə ki, bu nukleoslar, bax bunu mən sübut edirəm ki, Varuadan arı çökür. Nukleosda ana arı mayalandı, yumurta qoymağıdır. Yumurta qoydu. Biz o ana arını satdıq. O arı ailəsi qalır. Nə orada sülfə varsa onunla. Və yeni yuvacıq, ana yuvası və yaxud çıxmış ana arı verdik. Təxminən yenə də 2 həftə lazımdır ki, o ana arı orada mayalanıb artıq yumurta qoymasına 2 həftə vaxt gedir. Bəli, buradan da gənə üçün sərfəli bir ailə deyil artmalı. Təbii ki, 1-2 gənə ola bilər. Onu da görən kimi əllə tutub atıram. Çünki bu balaca kiçik ailələri dərmanlamaq mümkün deyil. Onlara dozanı tətbiq eləmək mümkün olmur. Çünki nə qarışqa turşusu, nə quzuqulağı turşusu, nə kimyəvi dərmanlar bu kiçik ailəciklərə mən verə bilmirəm, vermirəm də. Amma nədən bəs onlar çökmür? Bir müddət keçir, sülfəsiz dövr yaranır. Bəli, arı ailəsində o gənə inkişaf etmir, qardaş. Nə üçün 2 mərtəbəli arı birdən-birə çökür? Çünki o 2 korpuslu mərtəbəli arı o qədər arı olur, o qədər orada balalama gedir. Artıq bütün sülfələr zədələnir. Bütün sülfələrin əksəriyyəti varroa tərəfindən zədələnir. Qardaş, bir varroa girirsə, o şan qovuqcuğuna 5-i, 6-sı ilə oradan çıxır. İndi təsəvvür eləyin ki, bu nə qədər burada inkişaf gedir varroanın. Baxın, ona görə də gedək sizə göstərim kiçik nukleosları.
11 sentyabr çıxmış ana arı vermişik bu kiçik ailəyə dostlar. Aha. Gözəlçəmiz də buradadır. Baxın, bu da bizim gözəlçəmiz. Gözəllər gözəli. 11 sentyabrda çıxıb 29 sentyabrda artıq bu günlük yumurtalar var burada dostlar. Əl boyda çərçivələrdir, bir ovuc arı. Demək, əgər bu cür kiçik ailə qalırsa, demək ən azı bir məntiqlə fikirləşmək lazımdır ki, burada həqiqətən varroa inkişaf edə bilmir. Çünki tez-tez ana arıları satılır, satıldıqdan sonra yenə də bir müddət ailədə sürfəsiz dövr yaranır. Nə qədər ki, arıda sürfə dövrü varsa, demək, verdiyimiz dərmanlar 10 ədəd varroanı öldürürsə, 5-i salamat qalır. Ona görə bu biraz problem yaşanır dostlar. Bir də ki, arının ölüm səbəbi dediyimiz kimi arıçılın yersiz yemləmələr aparması, quş verməklə arı güclənsəydisə, onda ölkəmizdə droş tapılmazdı. Bir də görürsünüz ki, zəng vurur. Qardaş, mənə TikTokda deyirdilər, TikTokda danışırdılar ki, şərbətə droş qarışdırıb vermək lazımdır. Ana arı güya yumurta qoyur. Ay kişi, ay qardaş, ana arının yumurta qoyması üçün şərait normal olmalıdır. Arı ailəsi normal olmalıdır. Arı ailəsinin yem bazası normal olmalıdır. Mövsümə uyğun olmalıdır. Arı ailəsindəki gənc arının sayı normal olmalıdır. Ən vacibi çiçək tozu olmalıdır, güləm olmalıdır ki, arı ailəsi sürfəni bəsləsin. Qardaş, ana arını dorojla əgər yumurta qoymağa cəlb eləyəcəksinizsə, kül o ana arının başına ki, o maya droju ilə yumurta qoyacaq. Ay, bu cəmaatın tamam başı qaçıb, ay kişi. Bu insanlar dərk eləmir, qardaş. Nə istəyirsiniz bu arılardan? Nə qədər bu arılara yersiz, mənasız yemləmələr apararsınız? Qardaş, sonra deyirsiniz ki, arı ölür. Arı ölümləri hər kəsdə ola bilər. Məndə də ola bilər. Heç kim bundan sığortalanmıyır dostlar. Amma biraz gəlin fikirləşək, biraz məntiqimizi işə salaq. Arıların iki düşməni var qardaş. Biri varroadır, ikincisi də ki arıçıdır. Vəssalam, bitdi. Odur ki, sağ olun, özünüzü qoruyun.